Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkət. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu və Teala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınız, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu və Teala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadağan edibsə, dən ki çəkinməyə əmr edibsə o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar, yəni təqva sifətini, Allah qorxusunu qazanmaq olar. Yəni əbəs yerə hər çıxışımızda, hər mövzuya başlamamışdan öncə insanları Allahdan qorxmağa çağırmır. Çünki bu Allah Subhanahu və Teala'nın bizə olan əmridir Qur'an-ı Kərimdə. Peyğəmbər sallallahu aleyhi ve sellemin insanlığa xitabıdır. Sahabələrin, tabinlərin insanlara xitabıdır. Ki, insanlar Allahdan qorxsunlar. Çünki qiyamət var. Sorğu-sual var. Allahın qarşısında dayanmaq var. Deməli, qarşıma belə bir video çıxdı. Mənim kimi bunun da saçı, başı ağarmış birisidir. Lakin saçı, başı ağarmasına baxmayaraq insan həya etmədən, qırmızı-qırmızı video çəkir. Hələ deyir ki, mən bunu nə vaxtsa çəkmişdim bu videonu. Sonradan kanalımı bağladılar, silindi, amma yenidən çəkilər. Yəni, özünə fəxr sayır. Özünə nəyi fəxr sayır insan? İnsan özünə fəxr sayır kiməsə iftira atmalı, kiməsə böhtan atmalı, kiməsə yalandan etmədiyi bir şeyi onun üzərinə yükləmək. Sanki insan düşünmür ki, yəni mən qiyamət günü gələcəm Allahın qarşısına. Allah Subhanahu taala məndən soruşacaq ki, yəni sən ey insan, bəlli bir yaşa gəlib çatmısan, filan kəs barəsində belə bir video buraxmısan. Heç onu araşdırdın, bir maraqlandın, bir soruşdun. Axı sənə bu video baxıb nə qədər insanların səbəb olmusan həmin o şəxsi söyməsinə, təhqir etməsinə, alçatmasına. Yəni sən bəs bunların yükündən qorxmursan, qiyamət günü cavab verəcəksən. Bax, buradan sənə müraciət edəndə bizim əqidəmiz bir-birimizə ziddir. Sənin də əqidən mənə ziddir, mənim də əqidəm sənə ziddir. Sən məni bəyənmirsən, mən də sənin etiqadını bəyənirəm. Şəxsiyyət olaraq mən sənə şəxsiyyət olaraq toxunmuram. Sonra ola bilər ki, yaxşı insan olasan. Mənim etiqadımda, sənə müraciət edirəm, mənim etiqadımda yalan danışmaq günahdır. Böhtan atmaq günahdır. Mən bilirəm ki, sənin etiqadında da o elədir. Ola bilməz ki, sənin etiqadında yalan danışmaq, böhtan atmaq əla bir iş olsun. Sən də onu bilirsən ki, yalan danışmaq, kiməsə iftira atmaq, böhtan atmaq böyük günahlardandır. Lakin mən əhl-i-sünnə olaraq, əhl-i-sünnə vəl-cəma olaraq heç vaxt qarşı tərəfə hər hansı bir məhzəbə iftira, böhtan atmaram. Yəni, o alimin demədiyi bir şey onun adına yükləyib demərəm ki, filan kəs belə deyir. Təki cəmaat gülsün, videom baxılsın, kimsə söyülsün. Mən məsələn onu öz şəxsimə heç vaxt sığışdırmam. İndi bilmirəm sən onu necə özünə sığışdırmısan. Hər halda mən bu açıqlamanı sənə verəcəm və insafı buraxacam sənin öz öhdəliyinə. Belə deyək də, insaf əhlisənsə, Allahdan qorxan birisisənsə, çıxıb video çəkib, üzr istəyəcəksən. Deyəcəksən ki, qardaş, mən bu məsələni araşdırmadım. Yəni, bu ayıb deyil, ha. Yəni, ağıllı insanlar üçün bu ayıb deyil. Bildiyini, səhv etdiyini başa düşüb çıxıb üzr istəmək, Allahdan bağışlama demək, tövbə etmək. Çünki bir-birimizə müxalif olsaq da, o belə bir sözü, yəni müxalifliyi də gərək kişi kimi edəsən də, müxalifliyi də gərək kişi kimi edəsən. Yalandan, iftira, böhtandan iş getməyəcək qədər. Nə vaxtda kimi, yəni sən elə düşünürsən ki, heç kəsin əlində kitab yoxdur. Yəni indi Allah həmd olsun, internet dövründə bir dənə vurursan, hamısı çıxardırsan, nə var mı yox, kim nə danışır, kim nə deyir. Yəni niyə yalandan danışırsan ki? Lakin mən sənə sonda sənin öz kitabından və sənin dediyin kimi iftira, böhtan yox, həqiqətən sənin kitabından bir hədis gətirəcəm və buraxacam sənin öhdəliyinə ki, özün araşdırarsan. Yaxşı? Dinləyə dəyərli dinləyəcək, görə nə deyir? Salam aleyküm əziz müsəlmanlar. Deməli, bu günləri bir məsələyə toxunacam ki, hansı ki, o günü öz canlılarımın birində belə bir söz işlətdim ki, Buxari hədis alimi olmağına baxmayaraq bir dənə fətva veribdi və o fətvaya görə də Buxaradan qovulubdur. Təbii ki, mənim canımı dinləyənlər də var, bizə müxalif. Yəni, bir yadınızda saxlayın, yəni Buxaradan qovulması həmin o fətvaya görə olur. Olanlar, onlardan biri də, yəni sələflərdən biri mənə
direktə yazdı ki, hal-hazırda da mənim dostluğumdadır. Mənim bu sözü ki, siz dediniz ki, Buxari fətva veribdi və biraz sonra fətvanı da sizə təqdim edəcəm. Onun dəlilini təqdim edə bilərsinizmi? Təbii ki, edə bilərəm. Biz zaten nə deyiriksə dəlillə deməliyik və dəlillə də sübut eləməliyik. Yəni eşitdiniz də, biz nə deyiriksə dəlillə deməliyik və dəlillə də sübut etməliyik. Yadında saxla. Əslində bu məsələni mən bir ildən artıqdır ki, demişəm və YouTube kanalımda da var və əvvəlki TikTok kanalımda da var idi. Səhifəmi vurdular, yəni silindi getdi, amma hal-hazırda YouTube kanalımda var. Eyb yoxdur, təzədən həmən fətvanı bir daha da burada deyəcəm və səsləndirəcəm. Və maraqlısı da budur ki, Buxari mühəddisdir, hədis alimidir, fətva vermək səlahiyyəti yoxdur. Amma buna baxmayaraq fətva veribdir. Və deyir ki, Buxari mühəddisdir, fətva verə bilməz də. Niyə fətva verir? Mühəddis ola-ola. Gülməli bir dənə fətvadır. Gülməli ya özdə. Və bu fətvaya görə də Buxaradan qovulubdur. Fətva belədir. Deməli, Hənəfi məzhəbinin məşhur fiqh alimlərindən biri Şəmsül Əyyimmə Məhəmməd ibn Əhməd Əl-Sərəxsi Əl-Hənəfi həmən fətvanı öz kitabında gətiribdir. 30 cilidlik kitab yazıb və kitabın adı da Əl-Məbsuddur. Həmən kitabın 5-ci cildində, səhifə 139-da, Nigah Əl-Riza babında bu məsələni qeyd edir. Deməli, öz dövrünün məşhur böyük alimlərindən biri Şeyxül İmam Həfs adlı bir nəfər Buxariyə deyir, bu məsələni etmə. Amma buna baxmayaraq Buxari bu fətvanı verir və Buxaradan qovulur. Buxari nə fətva veribdir? Buxari fətva verir. Əgər iki şəxs bir qoyundan süd içərsə, onlar bir-birindən məhrəm. İndi mən buradan üzümü tutub deyirəm. Bu fətvanı verən adama alim demək olarmı? Və yaxud da ki, özdə nə səhih Buxari, nə bilim valla, bir insan qoyundan süd içir və olur məhrəm. Qoyunla olur nə süd qardaşı və yaxud süd bacısı. Bu məsələ YouTube kanalımda da demişəm, bu məsələ mənə Krişnalıları xatırlatdı. Onlara görə də insanın 7 anası var. Onlardan biri də inəkdir. Çünki inəkdən süd içir. İndi Buxaridə deyir ki, kim qoyundan süd içərsə, onlar məhrəm. Təsəvvürünüzü götürün. Nə qədər süd qardaş və süd bacıları var qoyundan süd içən. Qərarı buraxdım sizin öhdənizə. Hə, qərarı buraxdınsa bizim öhdəliyimizə, onda qoyub sənə cavab verək və sonra biz buraxaq insafı sənin öhdəliyinə. Görək sən əgər insaf əhlisənsə, çıxıb halallıq istəyəcəksən və üzr istəyəcəksən bu videoya görə. Amma inanıram ki, eləyərsən inşallah. Deməli, dəyərli dinləyicilər, Şəmsül Əimmə Muhammed ibn Əhməd Əs-Saraxsi Hənəfi uləmalarındandır. Deməli, hicrətin 400-cü ilində, yəni İmam Buxaridən çox-çox sonra doğulan 483-cü ildə Xorasan şəhərində doğulub, Türkmənistana yaxın olan ərazilərdə, dünyasını dəyişib Özbəkistanın Fərqanə şəhərində. Deməli, Hənəfi məzhəbində, Məturidi etiqadında oxub, Hənəfi məzhəbində böyük bir elmə sahib olan birisidir və bunun Əl-Məbsud kitabı var, 30 cilddir. Yəni, Hənəfi fikrini öyrənəndə bu kitaba mütləq müraciət etməlidirlər. O dərəcədə, yəni onların etibar etdiyi bir alimdir. Deməli, Şəmsül Əimmə, yəni imamların günəşi adı verilmişdir ona, ləqəbi kimi, imamların günəşi kimi ləqəb verilmişdir. Deməli, öz kitabında, həmin o Məbsud kitabında belə bir fətva kimi qeyd edir ki, İmam Buxari öz kitablarında gətirib ki, əgər 2 dənə uşaq bir qoyundan süd içərsə, onlar deyir, artıq bir-birlərində nə olurlar? Məhrəm olurlar. Məhrəmliyi, yəni bununla götürür və bu da deyir ki, bu düzgün fətva deyil və buna görə də insan Buxari Buxaradan qovulur, uzaqlaşdırılır və deməli, buna görə də İmam Buxari rahimehullah o cünə də tərk olunur və dünyasını dəyişir, ölür. Deməli, dəyərli dinləyicilər,
Birincisi onu qeyd edeyim ki, bu rəvayəti yalnız və yalnız İmam Buxari, qardaşım, buradan sənə üzünü tutub deyirəm ki, İmam Buxari rahimehullahın kitabları bəllidir. Allah həmd olsun ki, şeyxin kitabları demək olar ki, bütün dillərə tərcümə olunub. Elə bir dil yoxdur ki, Səhih Buxari həmin o dildə olmasın. Yəni istənilən bir dil fikirləş. Demək olar ki, belə bir dil yoxdur ki, yer üzündə, yəni şeyxin İmam Buxarinin kitabları o dilə tərcümə olunmasın. Allah həmd olsun ki, bizdə də Azərbaycan dilində İmam Buxarinin Səhih kitabı var, müxtəsərdir, yəni, tam deyil. Tam cilddir, haradasa şərhlə Fəthül Bari arası 10-11 cilddir, amma özü olsa arası bir 6-7 cildli kitabdır. Bu müxtəsəridir. Və həmçində digər kitabları şeyxin Ədəb-ül Mufrad olsun və yaxud Tarixül Kəbir olsun, bütün dillərdə var, Allah həmd olsun. Şeyxin, alimlər deyirlər ki, şeyxin heç bir kitabında bu rəvayət yoxdur. Yəni şeyxin heç bir kitablarında bu rəvayət yoxdur. İmam Saraxsi rahimehullah bunu heç bir istinad olmadan öz kitabında, həmin o Məbsut kitabında qeyd edib. Misal üçün buradan sənə izah etmək istəyirəm ki, məsələn mən misal üçün də hansısa bir alimin dediyi bir kəlamı öz kitabında qeyd edirəmsə, mən öz kitabımda yazıram ki, filan kitabda, filan alim belə bir söz deyir. Və həmin o səhifəsini də qeyd edirəm ki, baxmaq istəyənlər gedib həmin o kitaba baxsın. İmam Saraxsi isə belə bir istinad vermir. Ümumiyyətlə əhl-i-sünnə alimləri deyirlər ki, Hənəfi məzhəbində, Hənəfi fiqhində onlar daha çox fiqhə üstünlük verdikləri üçün istinad elminə, yəni o hədislərdə gələn o istinada, zəncirvarı, o birləşməyə heç vaxt fikir verməyiblər. Ona görə də böyük İslam alimləri deyirlər ki, İmam Əs-Saraxsinin Əl-Məqsud kitabını lap götürsək belə, 30 cildli kitab uydurma, zəif rəvayətlərlə doludur. Nə qədər istəsən uydurma və zəif rəvayətlər var. Hətta İmam Zəhəb rahimehullahın Siyer Əl-Nübalə kitabında, Əl-Mizan kitabında gətirir ki, Saraxsi böyük fəqihlərdən olur. Lakin hədis əhlinə gəldikdə isə o hədis əhlinə qarşı sərt, təəssübkeş bir fikirdə olan birisi olur. Hədis əhlinə qarşı. Və deyir ki, onun deyir İmam Buxari barəsində dediyi sözləri isə qəbul edilməzdi. Yalan və uydurmadır. İmam Zəhəb deyir rahimehullah. Və həmçində deyir ki, İmam Zəhəb rahimehullah. İmam Şafi barəsində də ki, həmin o Mizan kitabında, Məbsud kitabında Saraxsi gətirir ki, İmam Şafi rahimehullah Qurana zidd olan sözləri var. Yəni bunlar hamısı deyir, qəbul edilməz kəlmələrdir. Bunu bir çox alimlər qeyd edirlər öz kitablarında. Və həmçinin qardaşlarım, ümumiyyətlə Kufədə və Nəvərən Nəhr deyilən bir ərazidə Hənəfilər, Hənəfi məzhəbində olanlar hədis əhlinə qarşı həmişə sərt mövqedə olurlar. Əsasən də Səmərqənd və sair ərazilərdə Hənəfilər əhli hədisə qarşı daima mübarizə aparırlar. Bu mübarizənin səbəbi nə olub? Cəmaləddin Əl-Qasimi adında əhl-i-sünnə imamlarından biridir. Həyat Əl-Buxari adlı bir kitabı var. Buxarinin həyatı barədə bir əsər. Deyir ki, şübhəsiz ki, bu rəvayəti uyduran şəxs Əbu Hənifənin intiqamını almaq məqsədi güdürmüş. Niyə görə İmam Buxariyə qarşı Hənəfi məzhəbində olanların, yəni o əşarilərin məhdudun bu cürə sərt mövqeyi olub? Çünki İmam Buxari rahimehullah Əbu Hənifə arasında bəzi anlaşılmazlıqlar olub. Hansı ki, İmam Əbu Hənifəni murciəlikdə ittiham edib. Yəni bunlar açıq aydın dəlillərlə var. Bu günümüzdə olan bir məsələlər, hansı ki, görürsən ki, böyük alimlər arasında da bu cürə bir-birlərinə qarşı rəddlər olur. Və buna görə də Hənəfilər İmam Buxaridən yanıqlı olduğu üçün İmam Buxari rahimehullah adına bu cürə uydurma şeylər atıblar. Bu cürə rəvayətlər istinad ediblər ki, İmam Buxari deyirmiş ki, əgər 2 dənə uşaq qoyundan süd içərsə, onlar bir-birinə məhrəm olurlar. Bu uydurmadır. Yoxdur belə şey. Yəni imamın kitablarını gedib araşdırsan, İmam Buxari rahimehullah kitablarında belə bir şey yoxdur. Bunu İmam Saraxsi öz kitabında bunu gətirir və heç bir istinad da nə deyib? Heç bir istinad da qeyd etmir. Və həmçinin də bu insan deyir ki, deməli fətva vermək səlahiyyəti olmadığı üçün ona deyiblər ki, fətva vermə, lakin o bu fətvanı verib və Buxaradan qovulurlar. Birincisi ay insan, sən yəni hədis elmindən anlayışı sıfırdan aşağı olan bir insansın.
sən necə danışa bilərsən ki, fətva birincisi fətva, fiqhin özü var. O hardan götürülür fiqh? Fətva hardan götürülür? Hədislərdən götürülür. İmam Buxari isə əhl-i hədis olub, hədis əhli olub. Necə ola bilər? Fətva verə bilməsin və yaxud da fiqhdən anlayışı olmasın o insanın. Bir fikirləş də nə danışırsan, qardaş. Saçın başın ağarıb, çıxmısan qırmızı, yalandan o boyda kişiyə böhtan atırsan, şər atırsan. Bir düşünmürsən ki, sabah qiyamət var, sorğusu var. Deyim ki, indi sağdır, get halallıq al, get halal. Al halallıq ala bilməyəcəksən. Nətər olacaq sənin işin? Deyirsən ki, Əbu Hafs adında bir nəfər ona deyib ki, ay Buxari, fətvanı vermə, yoxsa sənə Buxaradan qovulur. O da fətvanı verib, bu fətvanı onu Buxaradan qovulur. Yenə də yalan danışırsan. Yenə də yalanlar. Çünki İmam Buxari rahimehullahın deməli Buxaradan qovulmasının səbəbi var. Birincisi İmam Buxari rahimehullah Küfədən, Bağdaddan niyə qovlanır? Çünki Quranın məxluq olması böyük bir fitnə idi. Və bu söhbətə görə İmam Buxari rahimehullah müxaliflərə qarşı durmuşdu. Və bu fətvanı çıxartdılar, onu oradan qovladılar və gəldi Buxaraya. Buxarada gələndə Buxarinin əmri olur Xalid ibn Əhməd əz-Zühli adında. O İmam Buxariyə xəbər göndərir ki, gəl mənim evimdə mənə və ailə üzvlərimə xüsusi olaraq elm ver. Bu dərsləri keçkinə. Və bu danışdığım sənə rəvayət var, hadisə var, tarixi hadisə. İmam Buxarinin kitablarında bunlar hamısı qeyd olunub. Və böyük alimlər, hansı ki, alimlərin həyatları haqqında kitablar yazıblar. Siyər-i Aləmin Ən-Nübalə, İmam Zəhəbi kimi, Rical elmi barəsində kişilər haqqında kitablar yazıblar, onların tərcüməyi halı. Onlar bunu qeyd edirlər orada. Ki, bu olub səbəb. İmam Buxarinin Buxaradan qovulmasının səbəbi. Və İmam Buxari rahimehullah orada həmin o əmr edir ki, yəni biz xüsusi olaraq kiməsə elm keçmir. Əgər elm öyrənmək istəyirsənsə, buyur mənim məclisimə, otur, hamı kimi sən də o elmdən nə etkinə, faydalan. Lakin bir neçə dəfə xəbərdarlıqdan sonra imamı nə edirlər? İmamın o yerdən nədir, Buxaradan qovulurlar və sonra imam o yerdən uzaqlaşaraq kənar bir yerdə dünyasını dəyişir. Hətta dünyasını dəyişməmişdən qabaq həmin o əmir üçün və digərləri üçün imamın bədduası var. Bəddua edir Allah. Hətta rəvayətlərdə gəlib ki, həmin o Xalid ibn Əhməd əz-Zuhlini eşşəyin, uzunqulağın üstünə otuzduraraq onu bütün şəhərin içərisində gezdirirlər və biabır edirlər onu. Övladları ilə imtahandan olunanlar olur. Kimlər ki, onu haqsız yerə o yerdə nə etmişlər, qovlamışlar, bax onlar. Ona görə də qardaş, yəni buradan sənə də deməyim odur ki, yəni bir məsələni danışırsansa, bu rəvayəti, sənin kimi əhl-i sünnətə qarşı qəlbində kin, buğz olan insanlar həmişə gətirirlər. İmam Buxarini gözdən salmaq, Səhih Buxarini gözdən salmaq üçün. Vəssalam. O da uydurma rəvayət. Hansı ki, istifadə edilir, əlinizdə tutmuşsunuz, bir dəlil kimi insanları azdırmaq istəyirlər. Amma Allaha həmd olsun ki, imamı Allah Subhanahu taala bütün dünyaya tanıdı. Yenə dediyim kimi, sənə də deyirəm, vallahi ki, dünyada elə bir dil yoxdur ki, bu kitab Səhih Buxari o dilə tərcümə olunmaz. Sənə də məsləhət görürəm, aç bir oxu bu kitabı. Aç bir oxu, o qəlbindəki kini, nifrəti qoy kənara, belə aç oxu. Gör orada nə yazılır, gör orada nədən gedirsə. Ondan sonra çıx danış. Çıx belənçinə, nə isə varsa gətir görək, gətirə biləcəksən. Yəni də bütün bunları hamısını buraxıram sənin öz insafla. Əgər insaf əhlisənsə, səhvimi başa düşüb çıxıb nədir? Deyəcəksən ki, bəli, mən səhv etmişəm. Üzürlü sayın, imamdan da halallıq istə. Düz indi burada istəyəməyəcəksən, amma hər halda heç olmasa istə də. Qiyamət günü onsuz da qarşılaşacaqsın. Bunu sənə demişdim, axırda sənə maraqlı bir hədis göndərəcəm. Ərəbcəsini qoymuşam burada. İndi ekranı biraz yaxınlaşdırsan görəcəksən onu. Bu hədis, mən iftira və böhtan atmıram. Sizin kitabda Kuleyninin Usul-i Kəfi kitabındadır. Usul-i Kəfidə bilirsən də sənə izah etməyə ehtiyac yoxdur. Yəni kifayət edən bir kitabdır. Bilirsən ki, Usul-i Kəfini o vaxtı Kuleyni aparır, mağaraya qoyur. İmam Mehdiyə verir. İmam Mehdi də deyir ki, yəni mənim ümmətim üçün bu kifayətdir. O kitabdan gətirəcəm sənin üçün. Araşdır. Maraqlan. Bu hədis bizim kitabda olsaydı, Buxaridə, bu kitabda olsaydı, bu dəqiqə siz bilirsiniz nə edirdiniz? Hay həşir qoparmışdınız. Deməli, İmam Cəfər Sadiqdən gəlir. Bizə etiqad edir ki, İmam Cəfər Sadiq belə bir söz demir.
Və orada şəkil də qoymuşam, görürsüz. Kitdir, kitin üstündə dünyadır, dünyanın üzərində də falan şeylər. Deyir ki, İmam Cəfər Sadiqdən soruşdum ki, dünya nəyin üzərindədir? İmam Cəfər Sadiq dedi ki, kitin üzərindədir. Dedim, bəs kit nəyin üzərində? Dedi, suyun. Dedim, bəs su nəyin üzərindədir? Dedi ki, qaya daşının üzərindədir. Soruşdum ki, bəs qaya daşı nədir? Dedi ki, inəyin buynuzlarının üzərində. Dedim, bəs o nəyin üzərindədir? O da deyir, torpağın üzərindədir. Dedim, bəs torpaq nəyin üzərində? Dedi, heyhət. Heyhət. Və deyir, bu vaxtı deyir, alimlər deyir, çaşqınlığa düşdülər ki, heyhət nə deməkdir? Mən bilirəm bunun barəsində nə deyiblər, hədisin barəsində, amma verirəm sənə də, axtar özün, araşdır və çıx danış. Yaxşı, bizim kitabda olsaydı bu dəqiqə hay həşir qoparmışdınız. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu.